Salam, xoş gəlmişsiniz. Hər birinizi salamlayıram. Bugün biz Qeydilərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə yüksək mənəvi dəyərlərimizin təbliği adlı layihəni icra edirik. Burada məqsədimiz odur ki, burada 2 dənə şəhid anamız var. Birinci, onları salamlayıram, xoş gəlmişsiniz. Allah rəhmət eləsin şəhidlərimizə. Şəhidlərimizin biz hər zaman borçluyuq onlara, hər zaman. Çünki onlar olmasaydı, onlar sizin kimi anaların, övladları olmasaydı, biz o torpaqları heç vaxt ala bilməzdik bəlkə də. Belə bir fikrimiz var. Yəni ki, hər birinizə çox təşəkkür edirik, qarşınızda baş əyirik. Biz bugün bu məqsədimiz odur ki, bu milli mənəvi dəyərlərimizdən danışırıq. Burada görürsünüz ki, uşaqlar da yığmışıq, cavan uşaqlar və siz yaşlı nəsilləriniz, orta yaxın nəsillərimiz və istəyirik ki, sizin hər birinizdən bir məsləhət kimi, baxın, istəyirik ki, Nail xanım, sizdən vətənpərvərlik barəsində, siz öz övladınızı böyütdünüz, necə böyütdünüz, onu necə təbliğ etdiniz ki, bax, siz istəsəniz də, istəməsəniz də o vətən yolunda getdiyinə şəhid oldu. Bax, istəyərdik ki, bu barədə bizim gənclərimizə məsləhət verəsiniz, danışasınız. Biz bunu haradasa nümayiş edəndə sizdən bir məsləhət alaq. Buyurun. Mən biraz daha çox müharibə vaxtından danışacağım. Yəni, mən bizim üçün onda başa düşdüm ki, necə tərbiyə vermişəm. Necə özünə bir qiymətləndirmə verdim ki, hə, yox, biz başqa cürəsin tərbiyə vermişik, tərbiyə eləmişik. Ağaca müharibə başlayanda elə televizordan bildi ki, müharibə başlayıb, video başladı. Hər bir biletini götürdü ki, mən gitməliyəm. Dedim, sənin üçün bir xəbər gəlməmişəm, hara gedirsən, bu xəbər gəlsin ki, dedim, qapıya xəbər gəlsə mən ölərəm. Sənin üçün bir qapıya xəbər gəlməzdi, dedi. Onu mən hörmətsiz olaram onda. Nə bilim, dedim, çox belə fikirlər dedi. Nə qədər yalvardım, yox, dedi, yox, gedəcəyim. Getdi, gəldi, mən onda atasına zəng vurdum ki, biz bu deyil, saxla da getməsin. Neyse, atasından da bir kömək olmayandan sonra o oğlunu yırdım ki, Ağacabad getdik, dedi, o öz için deyirdi, yəni, gəldi evə giyindi ki, gedirəm, gedib ya Ağacabadı qaytaracaq. Keçdim oğlu otağa ki, gördüm oğlumda hər bir biletini götürüb gedir. O Ağacabadın dalsın yox, özü getməyin getməsində. Və mən çox sonralar bildim ki, mənə bunu hər komissardan danışdılar ki, sizin böyük oğlunuz, mən Ağacabad tərifiyyə dedi, yox, sizin oğlunuz hamısı bir krediyetli oğlu olub. Siz bunu belki de bilmirsiniz, siz Ağacabadda televizyon diye onu böyle fikirləşirsiniz. O sizin böyük oğlunuz İsmail gəldi ki, xahiş edirəm, mən axtarım, mənim kiçik qardaşım. Mən belə deyil ki, xahiş elədi məndən. Və onu izah edim ki, Ağacabad bizə bir kəşfiyyatçı kimi lazımdır. Çünki mənim böyük oğlum sərhəddə xidmət edədiyinə görə uyğun gəlmirdi. Onlara uyğun gəlmədiyinə görə demişik ki, bizə kəşfiyyatçı lazımdır. Ona görə biz Ağacabadda qalırıq. Və mən onu çox olar bildik. Və Ağacabad dalıca getdim. Daha doğrusu sabahsı gün evə gəlmədi ki, evə girdə qalıram. Evə gəlmədi ki, mən yalvararam, yaxararam, qoymaram. Nənəsi ilə mən getmişdim. Getdim. Baxıram ki, bir çoxları övladlarına danışa bilirsə, məni baxmayaraq ki, Ağacabad mənim kiçik evladımdır. Mənim, belə deyək də, hünərim çatmalı ki, deyim ki, mən buradayam, gəl görüşə gəlmişəm. Mən bir oğlandan xahiş edim ki, bax, orada ağ giyimli oğlan var, ha. Ona yanaş, yaxınlaş, amma demə onu çağırır. Mən bilirəm ki, onun ən açığı gələn, axı evdən çıxan demişdi, ardımca gəlmə. Qapıdan çıxanı döndü ki, ardımca gəlməyəsin. Dedim ki, ona deyim ki, anavuz deməyin onu çağır. Deyim ki, o qapıda sizi çağıran var. Xahiş edirəm, onu deməysən onu çağırır. Bilirəm ki, onu acıq gələcəkdim. Gəldi, inanın ki, mənim üçün bozardı. Bildiyimiz heç o da Ağacabad mənim üçün danışmamışdı. Bozardı ki, niyə gəlmişəm danışım? Dedim ki, sənin üçün yemək getirmişəm. Dedi, ver, çox sağ ol, get, ödülə gezək. Ver, get, yiyəməm burada. Doğrudan acıq gəldi, mən fikirləşdim ki, bu niyə mənə belə danışır? Heç vaxt elə danışmayayım. Girdim, o izdiham çox idi orada. Mən girdim, onların içində yandım ki, görmür də, maska baxdım, maskamı taxdım, izləndim ki, qoy görüm, bu olacaq. Və orada bir ana oğul, bir gözəl mənzərə var idi. Ana oğul sarılmışlar birbirlərinə. Oğlunun adı çıxdı, oğul getməli idi. Alır, baxır, bək, qucaqladı boynunu. Oğul getməli axı, əlini aşlarından gələ, inanın, ana sürü düşdü onun ayağının altına. Ayağını qoydu, getdi. Yəni bizim vətən sevgisi bəlkə də bir çoxlarına elə belə gələr. Mən
deyə bilmərəm, mən də vətəni bu qədər sevirdim. Desəm də yalan demiş olarım. Mən sevgini Ağacabadda gördüm, bax o anası üstünə keçən oğulda gördüm. Mən onda başa düşdüm ki, Ağacabad məni ötkən danışır ki, bax məni o cür əyləyib getməsin. Mən yolumdan tez qaydım. Sonra sarılmayın, onu qucaqlamayın. O da məni əlimi açıb getməsin. Yəni, buna görə ötkən danışır. Orada Rüsvanın cavabını tapdım. Mən oradan çıxanda bir taksiyə bilmir. Taksiyə nə Qarabağa, hava Qarabağa da gedib ki, ona oldu. Dedim, yox. Mən orada ağlayırdım taksidə. Dedim, yox, bu dəfə ki, ondan deyil. Bu dəfə biz qalibik. Mən qalib olduğumuzu artıq hərbi komissarlığın qarşısında başa düşdüm. Orada dizini yerə atan oğulları gördüm ki, nə olar? Sən qapıdan bir mühafizə deyir ki, sən məni bura, sən neyi bulasın, aparıcılar. Sən məni bu qapıdan içəri bura. Bütün oğullar deyir, ağlayırdılar oğullar orada. Getmək üçün ağlayırdılar. Mən tək Ağacabad yox, Ağacabadın simasında bütün o döyüşən oğullarımızın, şəhidlərimizin necə getdiyini bir şahidi oldum. İnan, bir oğlan o mühafizənin qabağında diz çöküb ağlayırdı ki, məni qapıdan içəri bıraq. Baxın, görün, bu mənzərə özü bilsin nə deməkdir, qalibiyyət deməkdir. Biz qalib olacağımızı, mən də orada başa düşdüm ki, yuxarıda taksiyə dedim ki, biz bu dəfə qalibiyyik. Amma kimi itirəcəyik, kim qalacaq, bax onu bilmirəm. Həqiqətən də qalib oldu və oğulları tərifdə bir söz deyim ki, Ağacabad şəhid gələndə bizim elə uzaqlıq qohumlarımızdan biri dedi ki, niyə qoydum? Mənə bir sual verdilər. Belə bir şişinli adama dəyər o cür. O söz mən şillə kimi deyildi. Döndüm, belə baxdım, dedim, mən işi görmüşdüm. Siz bizim qeyrətli analarımızsınız ki, qeyrətli oğullarda böyütmüsünüz. Bunlar hamısı bizim dəyərlərimizdir. Biz onlara tərbiyə verəndə elə verməliyik ki, vətənimizi də sevsin, anamızı da sevsin. O müharibə gəlib qapımızın ağzına dayananda onda görürük ki, oğlanlarımız nə qədər qəhrəman ididir. Bəlkə də elə bir də vaxtda heç biz onlara görürük. Hal-hazırda bax, indi də böyüyür. Bizim gənclərimizin oğullarının arasında indi də oğullardan böyüyür. Elə yoxdur. Biz belə oldu bir söz var, daima varıq, daimdə olacaq. Yəni, həqiqətən var. İndi də var oğullarda. İndi deyirlər, ay, bu uşaqlardan heç olmadı, yox, yalan sözdür. O dar gündə bilinəcək. Oğulların qıvvətisi, namusu, qıvvətisi o dar gündə bilinəcək. Belə bilinmir. Belə sən onu görə bilməzsən. İstəsək belə görə bilmərik. Görsəydim evdə oğulları oğul görərdim də mən. Yox, mən özüm görmədimsə, deməli görmək mümkündür. Sizə bilirəm, sizə həm təqdim edərdiniz özünüzü, həm də elə oğlunuzu. Gözəl Basmanın anasıyam. Aslımız ali təhsilli idi. Nədəyin sözü qüvvət. Mən də bilirdim vətənpərvər. Böyütmüşəm hər iki evladımın ikisini də. Amma bu dərəcədə bilmirdim. Amma o vətənpərvərlik hissi mənə əskər olanda daha biruzə verdi. Açıqlıqla deyim, mən Aslanı elə bilirdim ki, əskərinə o şəhid gələcək. Çünki elə bir yerdəydi ki, Ağcabətlinin yuxarı qiyamətli kəndində 60 metr məsafələri var idi. Hər dəfə televizorda, Yusuf Canlı'da sərhəd pozulub deyəndə mən zəng gözləyirdim ki, görəm Aslan zəng vuracaq, yoxsa yox. Yəni, elə orada müharibə kimi bir şeydi, amma heç vaxt bilmirdi ki, elə deyirdi ki, buraya yağbal kimi yaşayırdı. O məzuniyyətə gələndə dedim ona ki, ay uşaq, bu telefonu qoy əlindən, bəsdir bu orayla danışdın da, 5 gün sənin vaxtın var evdə, dincərginə. Deyirdi, yox, mən onları orada qoymuşum, özüm nigaranım, manqa komandiri idi. Baş atıcı manqa komandiri idi. Polad Aşimov şəhid olandan sonra bir izdiham oldu. Bütün gənclər qeydiyyatdan keçməyə hazır idilər və keçirdilər də. Bilmirik, bəlkə də Aslan da elə o vaxt keçmişdi. Sonra Facebook səhifələrində gördük ki, o Polad Aşimov və Mübariz İbrahimov paylaşıb ki, bunlara səs vermək lazımdır, bunları bəyənmək lazımdır. Onun üçün çalış vərəqəsi gələndə biz işə zəng vurduğuna ki, Aslan sənə çalış vərəqəsi gəlib. O evə gəldi, dedi, yox, ola bilməz, hamıya zəng gəlir, mənə də zəng gəlməlidir.
Sonra biz bu bəzi şeyləri üst-üstə qoyuruq evdə dediyi sözlərdə, yoldaşıyla danışdığı sözlərdə. Deyirik ki, çox güman elə bu gedib qeydiyyatdan keçirmiş. Çünki sən bu telefonu Nazirin səhifələrini axtardı, belə ki, mənə zəng gəlməlidir. Artıq bildi ki, bu zəng gözləyirdi, çağırış vərəqəsi gözləmirdi. Ayın 30-u atası qeyratası gəlmişdi, Saryanda olan qeyratası. Gəlmişdi, onu yola salmağa getirdilər bayanqamata. Orada dala qayıdıb sənədlər cibində qalmışdı. Dala qaydanda atasına ki versin, soruşu bundan nə dedilərsə, dedilər mənə ki, bizə sən lazımsan. Hələ də atasının gözünün qabağından, onun o gülər üzdən o sözü qarşılamağı, sevinclə qarşılamağı, mən vətənə lazımam. Məni lazım bilirlər, yəni o dərəcədə o sevindi. Elə getdi, buradan Bakı korpusu ilə getdi. Düz döyüşə getdilər. Hadrut Ərgünəşdə şəhid oldu, Qutiyamın oğlu. Hər dəfə zəng vuranda çox belə qürur hissi ilə zəng vururdu ki, belə ürək dolusu danışırdı ki, irəli gedirik. Videosu da var, sual verirlər ki, hara gedirsən deyir, irəli. İkinci dəfə yenə sual verir ki, hara gedirsən deyir, Qarabağa. Yəni, ürəyində vətən sevgisi çox böyük idi. Nalə demişdi, Allah bu qədər də mən bilmirdim ki, o vətəni bu qədər sevər. Yəni, ataya, anaya, evlatdan şirin bir şey yoxdur. Yəni, o 1 yaş 4 aylıq uşağını qoydu, vətəni sevişdi. Sizi belə danışdırırıq, amma bilirik ürəyimiz qanalıyıq, baxıb bizim də ürəyimiz. O müharibə başlayan dövrdə televizora açırdıq, düz şey olandan axıra qədər hamımız göz yaşı dökürdük. Sizə bəlkə eləyəcəm, amma bizim həm çox, yox, ən çox xoşumuza nə gəlir, bizə qulaq asırlar. Elə mən onun arxasını gətirmək istəyirəm ki, yəni bizim məqsədimiz odur ki, sizin bu danışdıqlarınızı saytlara verəndə, nə verəndə elə ki, biz şey deyək də, yəni o gənclər də görsün ki, yəni siz necə övladlar böyürsünüz. Hər dəfə bizi tədbirlərə çağıranda, məsələn, uşaqlar olanda və bir də görsən, elə yer olur ki, tək-tək valideynlərdən dəvət ediləndə o gənclərlə, uşaqlarla. Yəni bizə apardılar, getdik, o Şuşanı gördük. Düzdür, aslında qismət olmasa da, Ağacavada qismət olmasa da, biz valideynlərə getdik, oranı gördük. Həmişə də deyirəm bu uşaqlara ki, vətənimiz çox gözəldir, vətənimizi sev. Bayrağımız ən gözəldir, baxın bayramları içində ən gözəl bayram bizim bayrağımızdır. Himnimiz ən gözəl, o himni hər dəfə oxuyanda, hansı tədbir olsa, mən o himni oxuyanda, səsləndirəndə mən özümdə oxuyuram, çünki o himn bizim uşaqlara aiddir. Hər kəlməsi, hər sözü, yəni bizim uşaqlar belə canlarından keçməyə hazır idilər. Vətənimizin sinəsi hərbə meydan oldu. Bizim uşaqlar da o meydanda canlarından keçməyə hazır oldular. Sidq ürəklə addımladılar. Qorxmadılar. Birdən o əskərlərin hansısa bir qorxub geri çəkilsəydi, biz qazanmazdıq. Qorxmadılar. Ürəklə getdilər. Əllərindəki o silah, o barmaqlarını qoyduqları o tətik əsmədi, əlləri əsmədi. Ürəklə, qorxu bilmədən. Düşmədi elə buna görə İstanbul'da. Bizdə hər birimiz qürur hissi keçirdik. Buna görə qorxdu ki, bu cür bizim üstümüzə bu cür oğullar gəlir. Ölümdən qorxmayan. Sayın xanım, sizə bir söz verərdik, danışardınız. Mən də təşəkkür edirəm bu cür gözəl görüş üçün. Mənim üçün bu çox dəyərli bir görüşdür.
Çünki hər birimizin ailə qayğılarımız var, problemlərimiz var. Amma belə bir gündə, gözəl bir gündə birləşib, bir masa ətrafında fərqli düşüncələri bölüşmək, fərqli fikirləri bölüşmək. Məsələn, bugün yeni bir tanışlığımız oldu, yeni bir ana ilə tanış olduq. Bəzən gec tanış olduğumuza çox peşman oluruq, biz niyə tanımamışıq, gec tanımışıq. Amma məncə bu tədbirlərin elə gözəlliyi də odur ki, bəli, hər tədbirdə yeni ünsiyyət qururuq, yeni insanlar tanıyırıq. Xoş gəlmişsiniz sizlər, Nail xanım, sizdə. Gənclərimizə, valideynlərimizə, Bəsit xanım sizə təşəkkür edirik ki, bugün bu ortamı yaratdınız burada. Milli mənəvi dəyərlərin təbliği çox önəmli bir məsələdir düşünürəm ki, çünki müasir zəmanədə həqiqətən nə qədər biz inkişafdan danışsaq da, nə qədər uğurlardan bəhs eləsək də, çox təəssüf ki, bu dəqiqə ailə daxili münaqişələr də görürük. Amma bu cür tədbirlərin keçirilməsi, milli mənəvi dəyərlərimizin təbliği, istər vətən sevgisi, istər ailədə uşaq böyüklərin bir-birinə valideyn, evlad sevgisi, məktəblərdə müəllim, şagird sevgisi, hörmət, diqqət. Bu cür tədbirlər düşünürəm ki, bunları da aşılayır və yetişən gənc nəsil, məncə onlar da danışacaqlar bugün. Bu cür görüş onlarda da xoş təəssüratlar yaradacaq, bilmədiklərini öyrənəcəklər, fikirlərini bölüşəcəklər. Buna görə Əslan həqiqətən təşəkkür edirəm ki, bu görüşü bugün yaratdınız. Çox sağ olun. Elə istərdim gənclərimiz bəlkə burada oturub da nəsil sizdən fikir verirsinizsə necə diqqətlə dinləyirlər. İstərdim ki, sizdə bəlkə sualınız var, bəlkə özünüzün fikriniz var, vətənpərvərliklə bağlı, başqa milli dəyərlərimizlə bağlı, dilimizlə bağlı, bayrağımızla bağlı. Kimsə istəyər danışsın, sual versin. Buyur, sual ver. Xədicə əslində sazlı sözlü qızınızdır. Axırda bir şey saz çalır. O sözünü həmişə sazlı. Bax, elə sazın özü bizim dəyərimizdir də. Məsələn, onu necə sevib çalmısan sən? Kimsə sənə onu deyib, yoxsa özün eləmişsən? Əslində saz babamın arzusuydu. Yəni, Aşqəri məclisinə baxırdı. Bir gün Aşqəri məclisinə baxanda elə mən də baxırdım. Onda çox körpə idim. Hardasa 5 yaşım, 6 yaşım belə olardı. Mənim ad günümə bir gün qalmış baxırdı. Yanvarın 6-sı elə həmin gün ad günüm idi. Saz mənə aldı. Saz aldı və müəllim tutdu ki, mən saza yedim. Sazı öyrəndim, birinci notlardan başladı. Sonra ifa eləməyə başladı. İlk mahnım qoza qarşalı idi. Hələ yavaş-yavaş çalırdı, yəni öyrənirdi. Amma babam görmədi. Babam rəhmətə getdi, görmədi. Çox sağ olun. Babam rəhmətə getdiyinə görə görmədi. Sazı biraz dayandırdım. İfa eləmədim. Hardasa bir il ifa eləmədim. Sonra nənəm dedi ki, yəni, çalmağa başla, ifa elə, babanın ruhu şad olsun, səni görsün. Belə başladıq, sonra çaldım, bir neçə fillərə getdim. Salih xanıma təşəkkür edirəm. Məni seçdi. Bizim Qaralar kənd orta məktəbində nahiyə keçirildi. Südabə müəllimə oradan mənə dedi ki, sazını götür, gəl, yəni təşkilatçı gəlir, özünü çatdır bura. Mən sevinərək getdim, sinif yoldaşım həmin gün dərsdəydim. Dərsdəydim, sinif yoldaşım mənə kömək elədi, getdim evə sazını götürdüm, gəldim. Sonra Salih xanımla tanış olduq, Salih xanım məni yazdı. Belə-belə artıq 5 ildir ki, mən qrupda iştirak edirəm. Çox sevinirəm ki, tanımışam. Həqiqətən, yaxşı ki, varsınız, Salih xanım. Yaxşı ki, siz də varsınız, başqa şeydən anası olmaqla. Sonra tədbirlərə çıxdım, efirlərə çıxdım, Dünya TV-yə, Mədəniyyət kanalına, bir neçə qruplarda iştirak elədim. Çeşmə Folklor Qızlar qrupunda çıxış elədim, Xar Bildirdə çıxış elədim. Aşqlar Birliyində çıxış elədim, belə yerlərdə çıxışım oldu. Mən düşünürəm ki, babam da ruhu şaddır. Çünki hər tədbirdə birisi həm qrupla, həm belə tək ifam olanda, mən belə çıxış eləyəndə babamı görürəm. Həqiqi mənada görürəm. Görürəm, mən ifa eləyirəm, mən oxuyuram, görürəm ki, belə durur, əl çalır. Bunu da anama deyərkən, nənəmə deyərkən, deyir ki, sənin yanındadır hər zaman. Sənin yanındadır, səni qoruyur, belə. Milli mənəvi dəyər qodur. Bax, elə geyindiyin o
Geyim var, bax o da dəyərimizdir də, bizim keçmişdən gələn dəyərimizdir. Bax, indi görürsən, özün bir anlıq fikirlərsən, ona adi paltarla o sazı çala bilərsən. Sənə xoş gəlir. Yox da deməli bizim dəyərimiz var, keçmişimiz var ki, o keçmişimizi, o sazı biz çalırıqsa, o geyimi də geyməliyik ki, yaxşı görsən. Əslində mən dəfələn bu sözün üstünə gəlirəm. Baxın, bu sözü gəlirəm. Çox vaxt deyirlər ki, bizim gənclərimiz Avropaya baxırlar və o cür olmaq istəyirlər. Amma mənə elə gəlir ki, düzdür, mən demirəm, Avropanı olmaq istəyirəm. Yox, ev yoxdur, evim də tərəfə ola bilər. Amma milli, mənəvi dəyər tərəfmə qalanda Avropa bizdən çox şey götürür və götürmək istəyir. Və onlar bizə həsid aparır. Bizim bu qohumcanlıq, birinci bizdə Azərbaycanlı qohumcanlığı, düzdür. Biz də Azərbaycanda da ki, valideyn ölənə qədər təmənnasız evladın arxası çalır. Bu bizdədir. Biz çox bəyan edirik ki, onlarda yaxşıdır, 18 yaşından sonra bırakırlar. Xeyr, heç bir düzdür. Mən demirəm, daim evladım, mən azadlığı çox sevirəm. Bax, evladlarımı da azadlığı demişəm. Onların hamısının öz fikri var. Amma daim arxalarındayım. Söhbət arxada durmaqdan gelir. Daim arxalarındayım. Və nəinki evladlarımda mənim nevəm var indi, bax ondadır. Ölənə qədər onun arxasındayım. Və bu isə bizdədir. Bu bir Azərbaycanımızdadır. Görünə gözəl alətimiz var. Peki gözəl deyil. Belə bir gözəl adət mənə inanmıram ki, hansısa bir dövlətdə, hansısa bir xalqda var. Bu bizdədir. Ancaq bizdədir. Böyüyə dəyər vermək, böyüyə qarşıdakı sinə qulaq atması. Bunlar hamısı bizdədir və biz bunların daimdə xeyrini görmüşük. Bizim elə o 44 günlük müharibədə qalib gəlməyimizin elə bir səbəbi də bunlardır. Bu dəyərlərimizdir. Bu dəyərlər var, bunları itikması. Dostlar. Bax, elə götürək Ağazalının şəhid olması. Hadisə, axırıncı şəhid olması. Nəyə görə şəhid olur Ağazallar? Çünki Ağazalın 16 nəfər döyüş yoldaşı mühasirədə olur. Və o özünü bilərəkdən ölümə verir. Bilərəkdən verir. Yəni, bir var ki, gündə onu ani seçib, xeyr. Bu komandir deyil ki, komandir. Biz burada dayansaq, buradan döyüşsək, indi onların özündən komandir deyil edirəm də, buradan döyüşsək, ermənilərin başı bizə qarışar. Onları meşə zolağı ilə çıxarda bilərsin, yerdə qalan istəmiz. Komandir deyil ki, Ağazal, o açıq ölümdür. O göz görücü ölümdür. Və komandir görür ki, bir Ağazalad iki döyüş yoldaşı yoxdur. Artıq orada atışırlar həmən yerdə. Başa düşür ki, Ağazalad bir kömür eləyə bilməz. Kömürü 16 nəfər edilər. Bu nədir? Dəyərdir də. Dosta dəyərdir. Bir yerdə kesdikləri çörəyə dəyərdir. Düzdür. Bu hansı millətdə var? Dosta bu qədər dəyər vermək, dosta görə ölümə getmək. Və son nəfəsində Ağacıvat nə deyir? Ağacıvatla döyüşən 2 nəfər olur orada, əlavə 2 nəfər olur. Onlar sağdırlar, onlar danışırlar bunu. Deməli, bunları sniperlə nişan almağa başlayırlar. Ağacıvat deyir ki, buradan üçümüz xilas ola bilməyəcək. Bir nəfər mütləq burada qalmalıdır. Onlar deyirlər ki, yox, biz getmirik. Ağacıvat qışqırır ki, siz qaçın. Sizin evladınız var, mənim bir anam ağlar. Bu özü dəyərdir. Özü də böyük dəyərdir. Yəni, onların evlatları qalmasın, atasız qalmasın deyə. Bu böyük dəyərdir. Bunlar bizdə deyil, bizdə o qədər dəyər var ki, məncə bu dəyərdən bir saat yox, nə bilim, günlərlə danışmaq olar, kitablar yazmaq olar dəyərlərimizdən. Axır vaxtda dəyərlərimiz çox aşağıda qalır. Hamımız Avropalaşmaq istəyir, Avropaya, mən Avropaya söz edirəm, azadlığını sevirəm, gezməyi də bu yaşımda sevirəm. Mən çox sevirəm gezməyi, yəni insan görməlidir, hər şeyi görməlidir, Avropanı da görməlisən, xaricini də görməlisən, hər bir şeyi də bilməlisən. İnsan hər bir şeyi bilməlisən və sonra qərar verməlisən ki, mən nə istəyirəm. Və bizdə olan dəyər və bu cür xırdalıqlar olan, dəyərimizdə olan bu cür xırdalıqlar heç bir yerdə ola bilməz. Və biz bunu qorumalıyıq, əl-ələ verib qorumalıyıq. Peki, mən çox danışdım, başqalarının haqqında bilmədim. Amma söhbət gəldi qızımızın çıxaza dəyər verməyi, milli geyimə dəyər verməyi və ondan söhbət açıldı ki, baxın görün, gənc qızımızdır. Xədicənin qardaşı hazırda əsgərlikdədir, hərbi xidmətdə. Sağ salamat gəlsin və mən çox arzulayarım ki, bu geyimdə, bu sazda biz Xədicəni inşallah o Avropada görək. İnşallah. Sonra Avropan gəlsin.
Özü yaşı az olsa da ürəyi verirdi. Hə, o hər uşaqda olur, hər gəncdə yox. Ancaq sözlərdə o qədər məna var idi. Baxın deyir ki, babamı istədi və mən babamın yanında hiss edirəm. Bu birisi nə boyda dəyərli? Bu birisi nə boyda dəyərli? Nənənin sözünü Əslində, biz hamımız çox gözəl bilir ki, babanı görə bilməz. O babasını təsvir edir. Axı babanın arzusu olur. Babanı təsvir, o qədər təsvir edir ki, baba gözünə görmür. Hər gün elə, hər gün elə. Sən həmişə də onun yanında hiss elə, inşallah uğurların daha bol olur. Yəni, Xədicəni alır. Xədicə bir ara üzr istəyirəm. Deyirəm, Çalmadı. Heç saz götürmədi əlinə. Ancaq qara köynəyini geyindirdi, şəhidlərimiz var idi deyir. Mənim qaynənəmin bacısının oğlu 19 yaşında şəhid tacir. Özəlim oğlu da qazidir. Yəni Allah hamısına rəhmət eləsin, məkana cənnət olsun. Mənim şəhidim vətənin şəhididir. Vətənin şəhidi mənim şəhidimdir. Mənim boynumun borcudur onun yasını saxlamaq. Onun ehsanını vermək, boynumun borcudur. Bir yasinini oxumaq. O mənim boynumun O borcudur. özü də bir dəyərdir. Vallah, inan Allaha. Şəhidlərin vaxtında uşaq bunu ifadə edir. Yox, eləmədi. Üstü eləmədi. Və bir çox bizim ətrafımızda elə insanlar var idi ki, mən bir də aktrisamız Sevgi xanım idi, hansı ki, düz 2 il bizi ilə bərabər qarı kimi bizi ilə gezdi. Sevgi xanım, yəni tanıyarsın. İndi o özünə qayıdır. Yəni belə insanlarımız, sənətçilərimiz, mən tanıdığım oydu. Sənətçilərimiz belə çox oldu ki, oxumadı, ifa eləmədi, heç də o qızımız özü balaca canı ilə, balaca canı ilə o da edib. Bu da bir dəyərmiş. 2 ildən sonra Özü nə qədər dəyərli çoxdur da, dəyərli çox çoxdur. Bu da bir dəyərlərimizdən biridir. Dəyər vermək bizdə şəhidlərimizdir. 2 il üsul keçəndən sonra asta-asta Xədicəni yola gətirdik ki, sən deyirsən babamın arzusudur. İnşallah. Babasının nəslində atası aşıq olubdur. Amma Xədicə heç vaxt demir, babamın babası aşıq olub. Elə deyir, mən Xədicə Göyçəli gedirəm hər gün. Sölə xanımdan hər dəfə xahiş edir ki, məni Xədicə Göyçəli yaz. Qoy bir elə babamın ruhu şad olsun ki, babam Göyçədəndir. Ruhu şad olsun ki, yəni mən Göyçəliyəm. Hə, ona görə. Çox sağ olun. Yəni, mən qarışdım. Göyçə hansını tərəf sayılır? Göyçə mahalı. Hatər. Zəngəzur. Yox, Zəngəzur da. Zəngəzur düz deyirəm. Zəngəzur da, düz deyirəm də. Hə, bu ağacının ən çox tərif etdiyi yerdə deyir ki, bizim ermənilərdə əskərdə görmüşdü onu. Axı, Murovda əskərdə deyil bu. Deyirdi ki, onu Göyçə düz otur, bir söz deyirəm. Deyir ki, bizim Göyçə mahalımız var ki, ermənilərlə. Göyçə görür. Ay sağ ol, kəşfiyyətdə oldu da orada. Kəşfiyyətdə oldu. Orada 18 yaşında oraya gedir. Göndərirlər, kəşfiyyata gedir, Ermənistana keçir, əskərdə olanda. Kəşfiyyata gedir, rüyə baxıyor oğulda. Onu mənə komandir sonradan danışır ki, mən sıraya düzül, əmr gəldi ki, əskərlərdən mütləq kəşfiyyata getməlidir. Mütləq əskərlərdən vəzifə olunmalıdır, bu belə bir şeydir. Bir sıraya yırdım əskərləri ki, kim gedər kəşfiyyata, birinci ağacına çıxdı qabağa ki, mən. Uğurla da getdi, 3 gün qalır. Ermənistanda mən Göyçə gölünün qırağında qalır. Deyir ki, mən indi mütləq çox istəyirəm ki, ora alınsın. Deyir, Göyçənin qırağında Albanların bir şeyi var, orada gizlənir, dediydi. Aparacaq göstərəcək daha da gizlənmişəm. Bu yaxında torpaqları deyirəm, şimdi inandan deyir ki, alacaq torpaqları. Mən səni aparıb orada görəcəksən ki, mən harada gizlənmişdim. Deyir, gündüzlər orada gizlənirdi, heç kim girmirdi orada. Bir kənd çobanlar fırlandı, amma axşamlar çıxırdım tapşırığa. Və tapşırıqda o hansı tapşırığı gedir, uğurla da. Uğurla həyatı keçir. Və ondan sonra o Hinal Qartalı adını, baxın, həmən o kəşfiyyatdan verirlər, həmən oradan verirlər o adı onu. Əskərlikdən 18 yaşından söhbət. Döyüşdən yox, əskərlikdən. Göstərmişlər də Zəngəzur dəhlizi açılır, orada Göyçə mahalı göstərir. Mən bilməm, oralar oradadır. Yox, hələ almıyor. Sadəcə biz İnşallah gözləyirlər. İnşallah Gəldik ki, o gölün qırağımızı o dediyi yerdə tapacağım. İnşallah o arzulaşır. Mən mütləq onu danışmağa oraya yeri gedərsiniz. İnşallah gedərsiniz. Bir də xanımlar, siz nəsə deyə bilərsiniz milli mənəvi dəyərlərdən, kimsə istəyir? Mərhum xanım ki, gözəl qız evladı böyüdür, ondan danışa bilərik. Müəllimlərinə böyük dəyər görünməmişə, valideynlərinə. Gənclik danışdı oğlum, sən muğam vaxt sevirsən,
Özü gözəl bir şeydir. Yəni bir gəncimizin muğamı sevməsi. Bax, o da dəyərimiz də bizim, milli mənəvi dəyərimiz var. İndi istəyirəm ki, bax, özümün necə həvəsini yaranır ki, Aslan çox sevirəcək. Bir dəfə Sami Yusuf gəlmişdi Bakıya. Hər dəfə onu paylaşırdı. Hər dəfə də mənə deyirdi ki, ana buna bax, görməyəcək, açsın. Axı deyim, Aslan əl çək də mənə baxıram da, bir paylaşırsan, baxıram. Ən çox sevdiyim musiqi Rıfan Gəldi'ydi. İndi onun necə deyim, o ağıl kəsən vaxtı, o muğamı qavradığı vaxtı düşmüşdü bu muğam müsabiqələri vaxtına. Ehtiramın ifasında çox bəyənirdi, hədsiz dərəcədə o muğamı bəyənirdi. Aslan o qədər qəzəl bilirdi ki, yəni o aşağı sinifdən, o qəzəliyyata o qədər meyilli idi ki, o dərslikdə keçilən qəzəli öyrənməzdi. Deyirdi, onun uşaqları hamı öyrənəcək, mənə başqasını öyrət. Həmin o qəzəli, o şairin başqa qəzəlini öyrət mənə. Onu istəmirəm, onu hamı öyrənəcək. O qədər qəzəl bilərdi ki, o evə girəndə salam, axşamın xeyir, yoldaşına qəzəl deyərdi. Dosta, Nailana deyir, dosta dəyər vermək. Aslan yaralananda yanındakı dostu da yaralanır. Aslan solluq nahiyəsindən arteriyal damarın kəsilməsi nəticəsində şəhid olur. Yanındakı dostu diz qapağını mərmi aparır. Onları çıxartırlar, təxliyə edirlər geri. Bir dənə orada düşmənin təcili yardımından qalır, azad olunmuş yerdə. Çox olurlar da, bir neçə dəfə olurlar. Aslana yer olmur. Döyüş yoldaşları ki, hətta bizi təhqir elədi ki, məni qoyun yerə, yerləşmə, məni qoyun, əlini aparın. Onların adı Əli Heydər idi. Onu aparın, mən qalım, onun yarısı mənkindən ağırdır. Deyir, can şirin şeydir, yəni heç kim istəməz ki, özü nəsə olsun özünə, yoldaşqa. Yəni, amma o canından keçir, yoldaşını yollayır. Deyir, onu çıxardın, mən qalım. Özü qalır, yəni qanaxmadan şəhid olur. Amma yoldaşı gəldi bizə, o Əli Heydər, ayağı dizindən yox. O da bizdən gəlir də, dəyərimiz, o qədər qonağı, dostu, birinci hesab edən yəni, tanımadığı bir şey, bilmədiyi bir adam idi. O evə zəng vuranda mən dedim ona ki, Aslan komandirlərin sözünə qulaq as ki, böylədir. Bir də ana burada komandir söhbəti yoxdur. Burada hamı bir-birinin qardaşıdır. Hamı bir-birinin arxasında dayanır dağ kimi. Ayrı seçkili yoxdur burada. Burada vəzifə söhbəti yoxdur. Komandir əskəri qoruyur, əskər komandiri qoruyur. Orada da manqa komandir idi müharibə vaxtı. Əskərinə o qədər dəyər verirdi. İndi bax, uşağımız, oğlumuz, balamız deyir ki, məsələn, muğamı sevir. Muğam da elə bizim dəyərimizdir. Onu, yəni, siz gənclərin əlindədir, onu itib batmaya, yəni, rəva görməyin. Həmişə o muğamımızı qoruyun. Həm maraqdan çıxıyor, necə də, yəni, sevirsin. Mən muğam sənəti Afər əfini keçib. Atam özü tarçanı, çox xoş deyildi muğamı. Bəs, atı tərəfdə demək olar ki, hamı oxuyanda, hansısa bir musiqinin məşğul oldular. Bəs, mənim uşaqlığa həvəsim yox idi, mənim nənəm həvəsim yox idi. Amma qapı evə gəlib deyirdi ki, bircə bu uşağı oxuyan görsəydim, rahat yaşayardım da. O qədər dedi ki, mamada da həvəs yarandı. Məni o sənətə yönətdilər. İndi də o sənətdə 3-4 ildir o sənətə davam edirəm. Buradan atama və ustadlarıma dərin təşəkkürümü bildirirəm ki, bu sənətdə həmişə arxamda oldular. Həm də yönəldiblər də canım. Şəhidlərimizə də Allahdan rəhmət arzuyuram. İnşallah mən də vətənə qeyrətli övlad olacağımı söz verirəm. İnşallah, inşallah. İnşallah evimiz, günümüz əmin-amanlıq olar. Siz sazla, sözlə inşallah vətəni tanıdarsınız. Sizə necə deyərlər, o avtomat qismət olmasın, güllə atmaq qismət olmasın, heç onu arzulamıram, heç bir anıya. Heç bir evlad arzulamam, sülh olsun, bundan sonra ölkəmizdə əmin-amanlıq olsun. Belə sazla, sözlə, ölkəmizi, necə deyərlər, bayramçı hər yerdə yüksəldir. O qədər festivallar olur,
yəni görürük də, festivallar olur ölkələrdə, çox vaxt şərq ölkələrində olur. Yəni xanəndələrimiz gedir orada yer tuturlar. Siz də onlardan biri olun. Sizə də söz verək də, siz də bir muğam ifadısı kimi. Bizdə də ömrümdə uşağımızdan gözümdən sistem həqiqətən atamın gözəl səs var idi. Və həmişə keyfiyyətən musiqiləri qulağına saldım, hamılara, xalqıma, nəfəs şərmanlarını çağırdı. Mənə həvəs buradan başladı, yəni. Ailədə 6 uşaq idi, hamımızın səsimiz var idi. Anamın da səsi var, atamın da, dayılarımın da. Yəni mən bu sənəti həqiqətən çox sevmişəm. Həmişə çalışmışam ki, yaxşı musiqilər ifa eləyim, muamlarımızı qulaq asıram həmişə. Gecə gündüz mən muamlara qulaq asıram, mahnılara qulaq asıram, bu sevəsim. Çox sağ olun. Allah səsinizə qüvvət versin. Hər birinizə təşəkkür edirəm, amma sonda uşaqlar Azərbaycan olmayan mahnısı istəyirəm. Siz oxuyun, sonra çox əsrəsiz. Necə? Qurbaboy da oxuya bilərik. Bəlkə nəsə cümcümə Azərbaycan olmayan mahnısılar. Hə, oxu. Uzaq uzaq ellərdən adım var, ünvanım var. Dastanlara sığmayan şöhrətim var, şanım var. Dastanlara sığmayan şöhrətim var, şanım var. Qəhrəmanlar içində necə qəhrəmanım var. Qəhrəmanlar içində necə qəhrəmanım var. Cavanşirim babəkəm, nə deyəm kör oğluyam. Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Mən bu elin oğluyam, Azərbaycan oğluyam. Nizamiler evladın, Nəsimiler nəsliyəm. Yurdum onlar yurdudur, mən günəş nəfəsliyəm. Yurdum onlar yurdudur, mən günəş nəfəsliyəm. Can dərmanı istəsən, istə ey dostlarımdan. Can dərmanı istəsən, istə ey dostlarımdan. Torpağım bol, suyum bol, aralıyam, dağlıyam. Azərbaycan oğluyam, mən bu elin oğluyam. Azərbaycan oğluyam, mən bu elin oğluyam. Siz ikiniz eyni oxuyun. Sevgilim seyrə sıxaq, burada gəlir iç baharı. Sevgilim seyrə sıxaq, burada gəlir iç baharı. Dil açır qəlbimizin ən şirin arzuları. Dil açır qəlbimizin ən şirin arzuları. Anadır arzulara hər zaman Qarabağ. Danışan dil dodağım taçaman Qarabağ. Qarabağdan Qarabağa ana yurdum. Anadır arzulara hər zaman Qarabağ. Danışan dil dodağım taçaman Qarabağ. Qarabağdan Qarabağa ana yurdum. Qarabağdan Qarabağa ana yurdum. Bu çəmənlərdə gəzir Vaqifin şux gözəlim. Bu çəmənlərdə gəzib Vaqifin şux gözəli. Ruhunu buradan alır Natavanın gəzəli. Ruhunu buradan alır Natavanın gəzəli. Anadır arzulara hər zaman Qarabağ. Danışan dil dodağım taçaman Qarabağ. Qarabağdan Qarabağa yurdum. Anadır arzulara hər zaman Qarabağ. Danışan dil dodağım taçaman Qarabağ. Qarabağdan Qarabağa yurdum.
Səsləşmə dövrüdür deyə formalaşmışıq. Biz də Çox zirə çıxmasan. bunları hardasa görsək, deyək ki, biz bu uşağı tanıyırıq, hardasa görmüşük bu tədbirdə. Qızımız da bir eşik səs çalsın. Bununla da Hayatım içi gözünü kanadı böyle. Bəli, bəli. Vətən başa çox iş gələr, vətən başa çox iş gələr, baş əymə başın sağ olsun, ay vətən başın sağ olsun, gözəllərə doğulur. Gözəllərə doğulmuşum, ay vətən başın sağ olsun, bir də göz yaşın sağ olsun, ay vətən başın sağ olsun, torpağın daşın sağ olsun. Ne tarafa keçirdarım, ne tarafa keçirdarım, ileride bir koşuldanım, ileride bir koşuldanım, beşin ölse beşi kalır. Beşin ölse beşi kalır, oğlanlar beşin sağ olsun, bir de göz yaşın sağ olsun, ay vətən başın sağ olsun, bir de göz yaşın sağ olsun. Gözüm Allah necə gözüm, gözüm Allah necə gözüm, sən tanımama canım gözüm, sən tanımama canım gözüm, gözüm Allah necə gözüm. Bizim Allah necə gözüm, ay vətən başın sağ olsun, bir də göz yaşın sağ olsun, ay vətən başın sağ olsun, bir də göz yaşın sağ olsun. Çok sağ olun. Her birinize teşekkür ederim. Bir çay süfresi olacak. Teşekkür çay. Sen hiç kesin canı